276 minlik brend malları öz geyimi adı altında keçirmək istədi. İfşa oldu. Report komitəyə istinadən xəbər verir ki, Ankara-Bakı aviareysi ilə gələn sərnişin yaşıl dəhliz buraxılış sistemindən istifadə eləməklə kommersiya həcmində olan qızıl zinət əşyaları və geyimləri ölkə ərazisinə keçirməyə cəhd göstərib. Vətəndaşın yüklərinə baxış zamanı ona məxsus bagajdan və əl çantasından əvvəlcədən gömrük orqanına bəyan edilməyən ayaqqabı, çanta, üst geyimlərindən ibarət 32 ədəd kommersiya təyinatlı brend məhsullar və Bulqari markalı zərgərlik məmulatları aşkar edilib. Gömrük xidməti bir daha diqqətə çatdırır ki, bir sıra hallarda sosial şəbəkələr vasitəsilə malların satışını həyata keçirən şəxslər tərəfindən ticarət qaydaları əsasında deyil, güzəştli qaydada keçirilməsi üçün müəyyən edilmiş normalardan artıq böyük həcmdə olan malları şəxsi istifadə məqsədi kimi yanlış məlumat verməklə ölkə ərazisinə gətirilməsinə cəhd göstərilir. Bu növ hallar ölkənin gömrük qaydalarına ziddi və məsuliyyət yaradır.